Dostlar, Parisə yeni çatmışam. Çox yorğunam. Etdim birinci mini bir market alış-veriş elədim. Gəlin baxaq görək nələr var. 55 avro 43 sent elədi. 55 avroya bunların hamısını almışam. Bu yağlı qurusudur. Bunu mən həmişə Bakıda da alıram. Ləzzət eləyir. Həm də ki mədəyə xeyirdir. Diş fırçası. Haribo'nun belə bir versiyası. Madelin tələffüzünü düz deməyə bilərəm. Bu fransızların tanınmış bir yeməyi həmişə alıram. Bu belə sinek atışdırmalı bir şey. Bu çay. Çünki mən Azərbaycanlıyam. Nə qədər şirniyyat alıramsa mütləq onun çayla yeyəm. Kinder'in Super Mario kolleksiyası. Kinder Surprise'ın Playmobil kolleksiyası. İstəyirsə bunları ayrı videoda açarım. Belə bir sandviçlər aldım. Gərək almazdım çünki bayaq başqa şey sifariş verdim, yedim. Sonra burada qarışıq ləpə qarışığı var. Adam, qoz və s. Kulaq təmizləyici. Diş pastası, signal. Orada çox ucuz variantlar da var idi. Mən özüm signal aldım. Sabun. Badam. Badam bilirsiniz də çox xeyirlidir, həm də yaxşı atışdırmalı. Nutella'nın muffini. Bu şəkildə. Bu buzluqda olur. Çıxardıb sadəcə gözünüz açılsın yeyirsiniz. Salfetka. Belə uzun çubuqlar. Az zaten həmişə alırdım. Bakıda bunun başqa versiyasıdır. Coca-Cola'nın minilərini aldım. Çünki minilərini almaq istəmişəm. Və təbii ki, mənim can dərmanım. Bu da paketdir. Bunların hamısı qeyd etdiyim kimi elədi 55 avro 43 sent. Parisdə nə görmək istəyirsiniz, nə çəkməyimi istəyirsiniz? Bilirsiniz ki, mən tipik turistik yerlərə getməyi sevmirəm. Maraqlı alış-veriş mərkəzləri falan, kafelər falan deyim, gedim çəkim sizlər üçün.